Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz nazik təbəqə metalın və məftilin təmizlənməsi, əyilməsi. 5-ci sinif texnologiya dərsliyinin 17-ci mövzudur. Bu mövzuda nə öyrənəcəyik və bu mövzudan əvvəl hansı hissələrə toxunmuşuq? Biz öyrəndik ki, nazik təbəqə metalı nədir? Məftil necə yaranır? Hansı metallardan yaranır? Məftillər, nazik təbəqə metallar. Bəs əyilərsə əgər necə düzəldəcək? Hansı alətlərlə, hansı tərtibatlarla işləmək lazımdır? İş yeri bizə daha uyğun nə ola bilər? Metalla işləmək üçün iş yeri. Bax, bunları biz öyrənmişik. Bugünkü mövzumuzda nazik təbəqə metalın və yaxud da ki, məftilin təmizlənməsi və əyilməsidir. Bunu xüsusi vurğulayaq, təmizlənməsi və əyilməsi. Metal lövhələrin və məftilin səthi çirkdən, rəngdən, pasdan və s. təmizlənir. Deməli, həm məftil ola bilər, həm də metal lövhələr ola bilər. Onların səthi təmizlənir. Nədən təmizlənə bilər? Çirk ola bilər, rəng ola bilər, pas ola bilər. Bəs biz bunu nə ilə təmizləyirik? Sumbata kağızı ilə, cilalayıcı qəliblə. Deməli, bu cümlədən nə öyrəndik? Metal lövhələri, məftili biz sumbata kağızı, cilalayıcı qəliblə təmizləyə bilərik. Bəs bunları nədən təmizləyirik? Çirkdən, rəngdən, pasdan və s. Metal lövhə və məftil əvvəlcədən bərkidilir. Harda bərkidirdik biz? Təbii ki, məncənədə. Məncənəni əvvəlki mövzularda biz öyrənmişdik ki, bəli, bax, bu gördüyümüz məncənədir. Hərəkətsiz dodaqdan, hərəkətli dodaqdan, vintdən, dəstəkdən, dayaq çatısından ibarətdir. İş prinsipi də bu idi ki, biz dəstəyi saat əqrəbi istiqamətinə fırladırdıq. Hərəkətli dodaq hərəkətsiz dodağa yaxınlaşırdı və arasındakı pəstahı möhkəm sıxıb saxlayırdı. Yaxşı, qaydaq dərsimizə. Dedik ki, metal lövhə və yaxud da məftili biz əvvəlcədən məncənədə bərkidirdik. Bərkitdikdən sonra, bax, bu ardıcıllıq kimi bizə düşə bilər. Buna diqqət edək. Məncənədə bərkitdikdən sonra onların iti kənarları təmizlənir. Məftil və lövhənin iti kənarları. Bəs nə ilə təmizləndi? Çərtikli yeyə ilə, xırda çərtikli yeyə ilə. Deməli, çirkdən, rəngdən, pasdan təmizləmək istəyiriksə, bizə lazım olacaq cilalayıcı qəlib, sumbata kağızı. Yox, əgər iti kənarları təmizləmək istəyiriksə, onda bizə yeyə lazımdır. Bəli, xırda çərtikli yeyə ilə təmizləyirik. Bəs bu təmizlədiyimiz səth məncənənin dodaqlarından nə qədər hündürə çıxmalıdır? Qoy məncənəni bura kopya eləyim biz. Çünki tez-tez bundan danışmış olacaq. Bəli, bax, bu gördüyümüz məncənədir. Məncənənin dodaqlarından nə qədər hündürə çıxa bilər? Dodaqlar budur. 5-8 millimetr. 5-8 millimetr hündürə çıxa bilər. Yəni, təmizlədiyimiz səth. Dodaqlar budur. Dodaqlardan haradasa 5-8 millimetr hündürə çıxa bilər. Yaxşı, bu slaydda nə öyrəndik? Öyrəndik ki, metal lövhə, məftilin üzərində əgər rəng olarsa, əgər pas olarsa, çirk olarsa, biz onu sumbata kağızı ilə cilalayıcı qəliblə təmizləyə bilirik. Yox, əgər iti kənarları varsa, o zaman xırda çərtikli yeyədən istifadə edirik. Özdə məncənədə bərkidirik. Dodaqlardan da 5-8 millimetr hündürə çıxır, hansı ki, bizim bərkitdiyimiz pəstah. Növbəti slaydımıza keçid edək. Pəstahı müxtəlif alətlərin köməyi ilə əymək olar. Bəli, indi isə öyrənəcəyimiz pəstahların, metal pəstahların əyilməsi. Pəstahı dedik ki, müxtəlif alətlərin köməyi ilə əymək olar. Bəs bu müxtəlif alətlər hansılardır? Çəkic ola bilər, xüsusi tərtibatlar ola bilər.
Tərtibatlı əymə üçün tərtibatlarımız hansıları idi? Onun da əvvəlki mövzulara qayıdaq. Baxın, əymə tərtibatları bax bu şəkildə gördüklərimiz sağanaqlar ola bilər, əymə tərtibatları ola bilər. Dedik ki, nə ilə əyri? Çəkicilərin, bir də xüsusi tərtibatların köməyi ilə. Bunun üçün metal lövhə və ya məftil nişanlama xətti boyunca dodaqlar səviyyəsində məncənədə bərkidilir. Dodaqlar səviyyəsində. Taxta tirciyə çəkiclə zərbələr vurularaq əyilir. Deməli, ya lövhə, ya da ki, məftil. Nişanlama xətti boyunca, məsələn, məftili biz buradan nişanlamışıq, buradan əyəcəyik, düzdür? Və yaxud da buradan. Nə bilim, bu metal lövhəni də həmçinin, məsələn, buradan nişanlamışıq ki, bunu biz əyəcəyik. Bu zaman nə edirik? Onu məncənədə bərkidirik və taxta tirciyə çəkiclə zərbələr vuraraq əyirik. Düz bucaqlı, üç bucaqlı, dairə və digər formalı məmulatları müvafiq formalı sağanaqlarda əymək olar. Deməli, düz bucaqlı, üç bucaqlı, dairə və digər formalı məmulatları müxtəlif formalı sağanaqlarda əymək olar. Bəli, sağanaqlar da, baxın, burada şəkildə gördüyümüz sağanaqlardır. Ensiz metal zolaqları və ya məftili necə əyirlər? Ensiz, enli, bir də var ensiz. Ensiz. Ya məftil ola bilər, ya da ki, metal zolaqlar ola bilər. Biz bunu yastı ağız, bax, ikisi də Y ilə başlayır. Yastı ağız kəlbətinlə, bir də yumrağız kəlbətinlə. Yastı ağız və yumrağız kəlbətinlə. Deməli, biz pəstahları nəyin köməyi ilə əydik? Çəkicilərin, xüsusi tərtibatların köməyi ilə. Bəs biz bunu necə bərkitdik məncənədə? Hansı ki, nişanladığımız xətt boyunca dodaqlar səviyyəsində, bax, bu hissəni qeyd götürək özümüz üçün, dodaqlar səviyyəsində məncənədə bərkidirik. Taxta tirciyə çəkiclə zərbələr vuraraq əyirik. Sağanaqda bəs necə? Sağanaqda hansı ki, düz bucaqlı, üç bucaqlı, dairə və digər formalı məmulatları sağanaqlar vasitəsilə əyə bilərik. Əgər bizim əymək istədiyimiz zolaq və yaxud da məftil ensiz olarsa, onda baxın, yastı ağız və ya yumrağız kəlbətinlə əyə bilərik. Yumrağız kəlbətinlərdən məftili əyərək halqa şəklinə salmaq üçün də istifadə etmək olar. Deməli, dedik ki, yumrağız kəlbətinlərdən məftili əyərək halqa şəklinə salmaq üçün də istifadə edilir. Bəli, yumrağız kəlbətin. Yəni, kəlbətində bildiyimiz kimi, bax, belə tutacaqları var. Bu hissəsi, hansı ki, biraz səliqəsiz oldu. Yəni, hansı ki, onun tutacaq hissələri yumru olur. Biz ondan yumrağız kəlbətindən məftili əyib halqa şəklinə sala bilərik. Burada şəkil qayçıya oxşadı. Elastik polad məftil və ya lövhələr, baxın, elastikdən söhbət gedir. Elastik polad məftil və ya lövhələr əyilib buraxıldıqda, təsəvvür edin ki, biz elastikdir də, biz bunu düz bucaq formasında əyirik, əydikdən sonra, bax, belə bu formada açılır. Bu zaman nə edirik?
Dedik ki, əyri təkrar azacıq açılır. Buna görə də pəstahları bilərəkdən böyük bucaq altında əyri. Məsələn, mən istəyirəm ki, düz bucaq altında olsun. Onu iti bucaq formasında əyirəm. Açılır, olur düz bucaq formasında. Neynədik? Bilərəkdən böyük bucaq altında əydik. Deməli, pəstahın əyilməsi şəkillər üzrə baxaq. Məncənədə əydiyimi? Bəli, bax, bu məncənədədir. Deməli, məncənədə necə əydik? Çəkiclə zərbələr vuraraq, taxta tirciyə çəkiclə zərbələr vuraraq əydik. Metal lövhə və məfdili. Sağanaqda, baxın, B şəklində. B şəklində, bax, burada söhbət B şəklindən gedir. Düz bucaqlı, üç bucaqlı dairə və digər formalı məmulatları necə əydik? Sağanaqlarda əydik. Daha sonra yumrağız kəlbətindən və yaxud da yastağız kəlbətindən yumrağız ensiz metal zolaqları və məfdili əyirik. Yastağız və ya yumrağız kəlbətindən. Və ən sonda da əymə tərtibatında C şəklində əymə tərtibatında neynədik? Əydik. Növbəti slayda keçid edək. Pəstahların müəyyən radiuslu və 90 dərəcəlik bucaqla əyilməsini dairəvi sağanaqlarda həyata keçirirlər. Baxın, B şəklində gördük ki, sağanaqda biz necə əyirik? Deməli, 90 dərəcə bucaq altında və yaxud da müəyyən radiuslu əymək istəyiriksə, biz dairəvi sağanaqlardan istifadə edirik. Yaxşı, bunu əydik biz 90 dərəcə bucaq altında. Bəs buna necə nəzarət edək ki, doğru əymişik, yoxsa yanlış əymişik? Biz bunu şablonla nəzarət edirik. Bəs şablon nədir, müəllimlər? Şablon müəyyən radiuslu şablonları pərcar ilə qalın kağız, karton, plastik kütlə üzərində çəkirlər. Üzürlü sayı müəllimlər. Deməli, biz dedik şablon nədir? Şablon müəyyən radiuslu şablonları pərcarla. Bizə lazım olacaq pərcar, qalın kağız, karton, bir də plastik və yaxud da plastik kütlə. Deməli, biz pərcarla çevrə çəkirik. Ola bilsin ki, mən səliqəsiz çəkim. Deməli, pərcarla qalın kağız, karton və ya plastik kütlədə çevrəni çəkdik. Və bunu biz qayçı ilə kəsirik. Necə kəsirik? 4 bərabər hissəyə bölürük. Burada səliqəsiz çəkə bilərəm mən. Amma ümidvaram ki, özümüz üçün biz bunu və yaxud da ki, məktəbdə şagirdlərimiz üçün pərcardan istifadə edərək 4 bərabər hissəyə bölə bilərik. Və bu nə üçündür? Şablon nə üçündür? Müəyyən radiuslu 90 dərəcəlik əyilmə bucağına nəzarət üçün şablon alınır. Deməli, bu şablon neynədir? 90 dərəcəlik əyilmə bucağına nəzarət elədi. Məsələn üçün, biz belə deyək də, metal lövhəni əymişik 90 dərəcə bucaq altında. Şablonun bir hissəsi bizə lazımdır da, düzdür. Bax, bu özü də belə 90 dərəcə, burası da bu formada. Biz bunu lövhənin üzərinə yerləşdirməklə doğru mu əymişik, yanlış mı əymişik, bu şablon vasitəsilə görə bilirik. Bəli, şablon budur. Deməli, həncama və cəftə kimi detalları xüsusi əymə tərtibatlarında daha tez və dəqiq əymək olar. Deməli, həncamadır, cəftədir, bunları xüsusi əymə tərtibatlarında tez və dəqiq əyə bilərik. Belə müəllimlər, bir mövzumuza göz gəzdirək, sonra təhlükəsizlik qaydalarına baxaq. Deməli, bu mövzuda biz nə öyrəndik? Biz mövzuda öyrəndik ki,
Metal lövhələr, məftillər necə təmizlənir? Nə zaman təmizlənə bilər? Çirkdən təmizləyə bilərik, rəngdən, pasdan təmizləyə bilərik və yaxud da iti kənarlarını təmizləyə bilərik. Əgər rəngdən təmizləmək istəyiriksə, bizə nə lazımdır? Bizə sumbata kağızı, cilalayıcı qəlib lazımdır. Əgər iti kənarlarını təmizləmək istəyiriksə, bizə nə lazımdır? Xırda çərtikliyə. Bəs biz bunu möhkəm bərkitmək üçün harda bərkidə bilərik? Təbii ki, məncənədə. Bəs məncənədən nə qədər məsafədə hündürə çıxmalıdır? Dodaqlarından nə qədər məsafədə? 5-8 mm. Yaxşı, gəldik əyməyə. Pəstahları əymək üçün bizə hansı alətlər lazım olacaq? Bizə çəkicilər lazım olacaq, xüsusi tərtibatlar lazım olacaq, məncənə lazım olacaq, daha sonra sağanaqlar lazım olacaq, yumrağız, kəlbətin və əymə tərtibatı bizə lazım olacaq. Daha sonra əymə tərtibatı dedik ki, bizə lazım olacaq. Yastağız, yumrağız, kəlbətin bizə nə zaman lazım olacaq? Yastağız, yumrağız, kəlbətin əgər nazik, belə ensiz, üzr istəyirəm, ensiz məftil və yaxud da ensiz metal zolaqdırsa, biz bunu kəlbətinlə, ya yastağız, ya da yumrağız kəlbətinlə əyə bilərik. Əgər elastik məftil və ya lövhəni əyiriksə, biz onu necə əyirik? Bilərəkdən böyük bucaq altında əyirik ki, istədiyimiz formanı alsın. Bəs sağanaqlarda necə əyirdik? Əgər düz bucaqlı, üç bucaqlı, dairə formalı məmulatları almaq istəyiriksə, o zaman sağanaqdan istifadə edirik. Bəs şablon nə üçün idi? Bunu öyrəndik. Şablon hansı ki, pərcar vasitəsilə qalın kağız, karton, plastik kütlə, bax bu üçündən. Bu üçünü belə deyək də, hər hansı birindən ola bilər. Ya qalın kağız, ya karton, ya da ki, plastik kütlə. Pərcar vasitəsilə üstündə dairə çəkirik, 4 bərabər hissəyə bölürük və 4 bərabər hissəyə böldüyümüz hissələrdən birini biz şablon olaraq götürürük. Ən sonunda da dedik ki, əymə tərtibatından istifadə edirik. Bəs nə zaman? Həncama və cəftə kimi detalları əyərkən. Gəldik təhlükəsiz iş qaydalarına. Biz hər zaman demək olar ki, taxta ilə, əsasən metallarla işləyərkən dedik ki, əllikdən istifadə edirik, əlcəkdən istifadə edirik. Metal təbəqələri yalnız əllik geyib təmizləyin, sonra əyin. Bəli, mütləq şəkildə əllik geyinirik. Əyiləcək pəstahları mütləq şəkildə etibarlı bərk edin. Bax, bunu biz hər dəfə iş qaydalarında sadalayırıq və yenə də. Təbəqələrin və məftillərin iti uclarına əllə toxunmuruq. Niyə? Əlimiz kəsilə bilər. Barmağınızı kəsilməkdən və çəkic zərbələrindən qoruyun. Bəli, barmaqlarımızı qoruyacaq. Əlimizi qoruyacaq iti uclardan. Mütləq etibarlı bərkidəcək, bir də əllik geyinəcək. Belə müəllimlər, mövzumuz qısa mövzudur. Prosta hər nöqtəsini təkrar izah edib soruşuram ki, daha yaxşı yadda qalsın. Belə müəllimlər, sağ olun.